Salam dəyərli izləyicilər, bugünkü vizual təhlilimizə xoş gəlmisiniz. Bilirsiniz, mən mürəkkəb mövzuları sadələşdirməyi çox sevirəm və bugün əlimizdə həqiqətən də qeyri-adi bir mənbə var. Bu mətin kosmik dövrlər, ruhani oyanış və işıq yaddaşı barədə olduqca dərin, fəlsəfi və bəlkə də biraz poetik fikirlərlə doludur. Vaxt itirmədən, gəlin bu sirli səyahətə birbaşa başlayaq. Yaxşı, gəlin dərindən nəzər salaq. Yer kürəsinin ən qədim çağında günəşi özünə Allah olaraq seçənlər kimlər idi? Baxın, bu möhtəşəm sual birbaşa mətnimizdən gəlir. 1000 illər öncə insanlar səmaya baxanda, yəni sadəcə fiziki bir işıq görmürdülər. O, ali işığı öz inanc mərkəzlərinə çevirmişdilər. Bu sual əslində insanlığın o ən qədim ruhani tapmacasına qapı açır. Birinci hissə. Qədim işıq və fironların aqibəti. Gəlin bu tarixi ziddiyyətlərə diqqət yetirək. Və bu slayd mətndəki o kəskin ziddiyyəti mükəmməl şəkildə nümayiş etdirir. Təsəvvür edin, bir tərəfdə kainatın ali işığını, yəni Ra-nı ucaldan bir anlayış var. Digər tərəfdə isə kütlələri əzən, mətnin lap barbarlıq adlandırdığı fironluq. Müəllif fironluğa sadəcə tarixi bir dövr kimi yox, bilavasitə işığın qarşısını kəsən, mənəviyyatı boğan zülmət bir sistem kimi baxır. Burada müəllif çox maraqlı bir metafora işlədir. Misirin qara qutuları. Amma yox, təyyarələrdəki qara qutulardan danışmırıq. Mətnə görə bunlar qədim duaların sirlərini və o çürüməmiş firon cəsədlərini özündə saxlayan, hələ tam açılmamış mənəvi yaddaş qablarıdır. Yəni bir növ o qaranlıq dövrün şifrələnmiş qeydləridir. Bəs bu qədim sirləri necə aça bilərik? İkinci hissəyə keçirik. Kainatın işıq zərrə yaddaşı. Beləliklə, buradakı ən vacib məqam budur. İşıq zərrəyə yaddaşı. Bu termin mətndə xüsusi yer tutur. Müəllif deyir ki, müasir elm adamlarının o qədim Misir sirləri qarşısında aciz qalmasının tək bir səbəbi var. Onlarda bu spesifik ruhani yaddaş yoxdur. Qısası, bu qədim işıq yaddaşı olmadan keçmişin əsl həqiqətlərini anlamaq sadəcə olaraq qeyri-mümkündür. Gəlin bu yaddaşın necə işlədiyinə baxaq. Mətn nəhəng bir kosmik döngünü təsvir edir. Böyük qalaktikalar, qara dəliklər və onlar gələcəyi keçmişə daşıyan əksinə bir dövrə yaradır. Təsəvvür edirsinizmi? Və ən əsası, mətn iddia edir ki, hər bir zərrəyə işığı xatırladan bu qlobal dövrə elə təkcə uzaq kosmosda qalmır. Bizim bu kiçik yer kürəmizə, yəni birbaşa bizə də aiddir. Kosmosdan yenidən yerə, inanc dünyasına qaydırıq. Üçüncü hissə. İslamda paklıq və işıq. Mətn İslam fəlsəfəsindəki təmizlik elementlərini çox incə bir şəkildə sadalayır. Su, qüsl, namazdakı o ruhani təmizlik və insanı imana çağıran əzan səsi. Bütün bunlar sadəcə fiziki adətlər deyil. Müəllif bunları ali işığa çatmaq, ruh azadlığını tapmaq üçün atılan məhz ən pak addımlar kimi qiymətləndirir. Amma burada çox düşündürücü bir kontrast var. Bir tərəfdə İslamın o sərinlədici ruhani su paklığı dayanır. Digər tərəfdə isə müasir Ərəbistanın coğrafi reallığı, quraq çöllər, dözülməz istilik. Müəllif bu fiziki qızmarı sanki işığın qəzəbi adlandırır, yəni mənəvi aqibətin fiziki mənzərəyə çevrilməsi. Çox maraqlı yanaşmadır, elə deyilmi? Tarixə baxış isə lap fərqlidir. Mətnə görə həqiqi tarix dəfələrlə silinib, tufandan əvvəlki dövr, sonra birinci və ikinci Nuh tufanı. Bu mərhələlərdən sonra keçmiş yerlə bir olub. Məhz bu tarixli silinməyə görə müasir dövrdə həqiqəti yalnız o daxili işıq zərrə yaddaşı ilə tapmaq mümkündür. İndi isə keçirik lingvistik şifrələrə. Dördüncü hissə. Din Barbara şifrəsinin açılımı. Deməli, Din Barbara sadəcə bizim bildiyimiz barbarlıq sözü deyil. Qətiyyən. Müəllif bunu qədim bir şifrə kimi açır. İki fərqli yarım məna birləşib tək bir bütöv yaradır. Bu, bayaq haqqında danışdığımız o kosmik əks döngünün və vəhdətin elə dilimizdəki təzahürüdür. Baxın, bu məqam həqiqətən də çox maraqlıdır. Mətn ərəb sözünü etimoloji olaraq parçalayır. Arab, yəni Rəbb tərəfindən göndərilən. Mətn izah edir ki, tarix boyu ən çox elçinin məhz bu ərazilərə göndərilməsi təsadüfi deyil. Adın özündə artıq bu ilahi seçim şifrələnib. Lakin müəllifin burada hər kəsə, inancından asılı olmayaraq, bütün bəşəriyyətə çox sərt bir xəbərdarlığı var. Əgər dinin içinə fironluq sızarsa,
yəni zülm, əzmək, o hakimiyyət hərisliyi sızarsa, bu birbaşa qaranlıq uçuruma aparır. İşıq azalır və o cəmiyyət qədim Misirin qaranlıq aqibətini yaşamağa məhkum olur. Zülm olan yerdə mənəviyyat qala bilməz. İndi isə müəllifin daxili oyanış hekayəsinə daxil oluruq. 5-ci hissə Ayasofya və ruh azadlığı. Mətnin ən mistik anlarından biri budur. Müəllif, savadlı inanc əhli insanlarla qarşılaşarkən, onlara sadəcə bu fiziki gözləri ilə baxmır. O, 4-cü Xeybər yaddaşının gücü ilə insanların iki qaşı arasındakı, fiziki olmayan o ışıq gözlərinə fokuslandığını deyir. Bu, insanın görünən cildinə deyil, daxilindəki əsl ruhuna nüfuz etməkdir. Və bu mənəvi səyahət müəllifi Ayasofya məbədinə gətirib çıxarır. Niyə məhz Ayasofya? Çünki o, iki yarımın bir bütov olması şifrəsinin tam olaraq fiziki sübutudur. Həm kilsədir, həm də mescid. Müəllif qeyd edir ki, orada bardaş qurub oturarkən, bu məkanın tək bir yaradanın evi olduğunu dərk etmək ona inanılmaz bir ruh azadlığı bəxş edib. Gəlirik izahımızın yekununa. 6-cı hissə. Təklik və müqəddəs səfər. Müəllif daxilən özünü həyatda sanki ikinci göndərilişdə hiss edir. Yer üzündə gəzərkən fiziki olaraq heç nəyi olmaya bilər, amma o, əlində gözə görünməz qədim bir əsa tutduğunu, yaddaşında isə o qədim mağaraların sirlərini daşıdığını hiss edir. Əsas məqsəd nədir? Bu xaosun içində, atılan hər addımda o daxili işığı qoruyub saxlamaq. Bilirsiniz, mənə elə gəlir ki, bütün mətnin canı bu statda gizlənib. Ətrafından uzaq nə qədər təkləşərsənsə, sən məndə cəm olacaqsan. Çox güclü fikirdir. Yəni, əsl vəhdətə, yaradanla birliyə çatmağı üçün insan mütləq bu dünyanın səs-küyündən uzaqlaşmalı, dərin bir tənhalığa, sükuta çəkilməlidir. Sonda isə çox səssiz, amma qəti bir qərar verilir. Müəllif uzaq bir səfərə çıxmazdan əvvəl vətəninə dönür. Onu gözləyən iki müqəddəs məzarı ziyarət edir. Bununla o, üçlük yaradır. Bir növ mənəvi bütövləşməyə nail olur və beləcə ruhu tam azad şəkildə böyük səfərə başlayır. Həqiqətən də çox gözəl bir sonluqdur. Bugünlük vizual təhlilimizin sonuna gəldik və mən sizi elə bu sualla baş-başa buraxmaq istəyirəm. Öz şəxsi həyat səyahətinizdə ətrafınıza yalnız fiziki gözlərinizlə baxırsınız, yoxsa daxilinizdəki o qədim işıq zərrə yaddaşı ilə axtarışdasınız. Ümid edirəm ki, bu izahımız bəzi məqamlara fərqli pəncərədən baxmağınıza kömək etdi. Daxili işığınızı hər zaman qorumağınız diləyi ilə. Sağ olun, gələn görüşlərə dək.